Ümummilli lider Heydər Əliyevə həsr olunan tədbiri giriş sözü ilə açan Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru Əbdülsəlim Hüseynov hazırki şəraitdə mədəniyyətlər arası dialoqun vacibliyini önə çəkdi. Keçilən tədbirin, aparılan müzakirələrin mədəniyyətlər arası dialoqun inkişafında faydalı olacağını dedi. Sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevə dərmi masa iştirakçılarını salamlayaraq tədbirin əlamətdar bir tarixə, Qurtuluş gününə təsadüf etdiyini bildirdi. Leyla Əliyevə tədbir iştirakçılarına Azərbaycanın müstəqillik tarixi, qarşılaşdığı çətinliklər və əldə etdiyi uğurlar barədə məlumat verdi. Сегодня 15 июня азербайджанский народ отмечает праздник, День спасения. После восстановления независимости в 1991 году Азербайджан столкнулся с серьезными экономическими и политическими проблемами. На фоне экономического спада, военной агрессии со стороны Армении Азербайджан находился на грани гражданской войны. И долгожданная независимость стала под угрозу. Только приход к власти Гейдара Алиева 15 июня 1993 года позволил на корни изменить ситуацию и положил основу для создания суверенного азербайджанского государства. Гейдар Алиев посвятил всю свою жизнь своей стране, своей родине. И именно благодаря мудрости его политики Азербайджан сегодня развивается и процветает. Гейдара Алиева сегодня нет с нами, но живет независимый Азербайджан, живет дело, которому он посвятил всю свою жизнь, живут его идеи, живет фонд Гейдара Алиева. И в этом году фонду исполнилось 5 лет. И за это время фонд сумел завоевать поддержку и доверие практически всех слоев населения Азербайджана. И теперь фонд существует не только в Азербайджане, но и в разных странах мира. И продолжает добрые дела, начатые Гейдаром Алиевым. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirdi ki, bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Heydər Əliyev ideyaları bugün də uğurla reallaşır. İqtisadi inkişaf tempinə görə liderliyini qoruyub saxlayan ölkəmiz dünya əhəmiyyətli iri neft-qaz layihələrini həyata keçirir. Dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda milli adət-ənənələr, mədəni dəyərlər yüksək qiymətləndirilir və qorunur. Sonra Qırğızstanın sabiq prezidenti Moskva Dövlət Universitetinin professoru Əskər Akayev mədəniyyətlər arası əməkdaşlıq və mədəniyyətlərin inkişafında şəxsiyyətin fenomeni mövzusunda çıxış etdi. Mədəniyyətlər arası dialoqun qurulmasında, Azərbaycan mədəniyyətinin qorunub saxlanması və inkişafında, bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı. Tədbirdə Heydər Əliyev şəxsiyyət və siyasətçi, Azərbaycan mədəniyyətinin dünya mədəni prosesində yeri, Rusiya-Azərbaycan birgə tədris sahəsinə inteqrasiya və digər mövzularda çıxışlar oldu. Çıxış edənlər Heydər Əliyevin mədəniyyətlər arası dialoqun inkişafında, qarşılıqlı əməkdaşlıq sahəsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirdilər. Tədbirin sonunda Rusiya Fəlsəfə Cəmiyyəti memorandum qəbul edib. Sənədə görə hər il Rusiyada Heydər Əliyev irsinin öyrənilməsi, təbliğ olunması məqsədi ilə Heydər Əliyev dərsləri keçiriləcək.